Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 7-ci sinif 2-ci hissə kimya dərsliyinin səhifə 14-də olan tapşırıqların izahlarını edəcəm. Siz də diqqətlə məni dinləyin. Əvvəlcə onu demək istəyirəm ki, kanalımıza abunə olub like atmağı unutmayın. Əgər belə videoların davamlarını istəyirsinizsə, mən belə videoların davamlarının gəlməsini abunənin artmasından və like sayından anlaya bilirəm. Əgər bir sualınız olarsa, öncədən deyim ki, şərhlərdə qeyd etməyi unutmayın. Ümid edirəm ki, izahımı anlayarsınız. Elə isə gəlin keçək öyrəndiklərinizi tətbiq edin hissəsində olan tapşırıqlarınıza. Deməli, bizdə deyir ki, verilmiş qurğudan istifadə etməklə, yəni bax, verilmiş qurğu budur, bundan bəhs edir. Dəniz suyunun duzlardan təmizlənmə prosesi aparılır. Aha, yəni bu təcrübədə biz distillə üsulu ilə, distillə də o deməkdir ki, buxarlandırma, baxın əvvəlcə buxarlandırma prosesi baş verir. Bax bu burada gördüyünüz belə xəttlər buxarı göstərir. Deməli, buxarlandırma, sonra isə kondensasiya üsulundan istifadə edilir. Kondensasiya da burada baş verir və su olaraq gəlir, tökülür bura. Deməli, biz bu distillə üsulu ilə çox fazalı yaxud da bircinsli qarışıqların ayrılmasını edə bilərik. Burada isə biz dəniz suyunun, yəni duz və suyu qarışığının təmizlənməsi prosesini aparacağıq. Deməli, A variantında deyir ki, kolba, soyuducu və termometr qurğuda hansı hərflərlə göstərilmişdir? Kolba, yəni buxarlandırıcı kolba X hərfi ilə göstərilib. Burada, baxın, X hərfi ilə göstərilib. Yəni, bu qabda aşağıdakı, yəni bax bu hissədəki dəniz suyunun qaynadıldığı yumru qabdır. Bunun içində dəniz suyu var hal-hazırda. Deməli, daha sonra soyuducumuz isə, yəni Liebig soyuducusu Y hərfi ilə göstərilib. Baxın, burada Y hərfi ilə göstərilib. Bu da buxarın keçdiyi və kənardan bu hissədən soyuq su ilə soyudulan borudur. İndi isə termometrin harda yerləşdiyinə gəlin baxaq. Termometr T hərfi ilə göstərilib və buxarın temperaturunu ölçmək üçün yuxarıda yerləşdirilib. Və əlavə olaraq da onu deyim ki, Z burada vardır. Z hərfi ilə işarə olunan qab isə qəbul edici qab adlanır. Bu da belə əlavə məlumatımız. İndi isə gəlin keçək, deməli A variantını izah etdik, gəlin keçək B bəndinə. Deməli, bizdən soruşur ki, qurğunun hansı hissəsində buxarlanma, hansı hissəsində kondensasiya baş verir? Buxarlanma prosesi X kolbasında baş verir, baxın burada. X kolbasında baş verir, burada maye qızdırılaraq buxara çevrilir və kondensasiya prosesi isə Y borusunda baş verir. İsti buxar gəlir buradan, baxın. Daha sonra deməli, isti buxar burada soyuq borudan keçərkən yenidən mayeyə çevrilir. Bax, burada soyuq su olur və bu buxar buradan keçərkən isti olduğu üçün soyuq ilə toqquşaraqdan mayeyə çevrilir və kondensasiya prosesi baş verərək maye halında Z qabımıza gəlir, tökülür. İndi gəlin keçək C variantımıza. B mayesi necə adlanır? Fikrinizi əsaslandırın. Deməli, B mayesi distillə olunmuş su, yəni saf su adlanır. Baxın, B mayemiz budur. B hərfi ilə göstərilən maye. Bu saf sudur. Distillə olunmuş su adlanır və əsaslandırmamızı isə belə edə bilərik ki, deməli, dəniz suyu qızdırılarkən yalnız su buxarlanır. Çünki suyun qaynama temperaturu duza nisbətən çox aşağıdır. Duz isə buxarlanmır və kolbanın dibində qalır. Y soyuducusundan keçir. Baxın, buxar Y soyuducusundan keçir, gəlir Z qabına, yığılan B mayesi artıq duzlardan təmizlənmiş, tərtəmiz sudur. C bəndimizi də izah etdik. Gəlin keçək D bəndimizə. Bizdən soruşur, daha doğrusu müqayisə etməyimizi istəyir. A mayesinin sıxlığı ilə B mayesinin sıxlığını müqayisə edin. Deməli, A mayesinin sıxlığı B mayesinin sıxlığından böyükdür. Belə əsaslandıra bilərik ki, A mayesi dəniz suyudur. Baxın, A mayesi ilə göstərilən burada dəniz suyudur. İçindəki ağ parçacıqlar da
Ola bilsin bizə hava balonun göstərir, yaxud da duzları göstərir. Deməli, burada A mayesi dəniz suyudur. Yəni içində duz həll olmuş su var. B mayesi isə saf sudur. Həll olan maddələr, yəni duz, suyun sıxlığını artırır. Buna görə də duzlu suyun sıxlığı saf suyun sıxlığından daha çox olur. Buranı silək. Yenidən A yazaq. Bura. Aha. Yəni duzlu suyun sıxlığı B mayesinin suyun sıxlığından, yəni saf suyun sıxlığından daha çox olur. Aha, bu hissəni bitirdik. İndi gəlin keçid edək öyrəndiklərinizi yoxlayın bölməsinə. Deməli, birincidə bizdən soruşur ki, deməli, metanolun su ilə qarışığından metanolu, çay sodasının su ilə qarışığından isə suyu hansı üsulla ayırmaq olar? Fikrinizi əsaslandırın. Deməli, metanol və su qarışığını biz üsul olaraq fraksiyalı distillə üsulu ilə ayıra bilərik. Əsaslandırmamız isə belə olar ki, deməli, hər ikisi mayedir. Metanolda, suda hər ikisi mayedir və bir-birində yaxşı həll olurlar. Yəni homogen qarışıq yaradırlar. Onların qaynama temperaturları da bir-birindən müxtəlifdir. Metanol, səhv etmirəmsə 64, 67 ya da 64 64,7 dərəcə olmalıdır. Səhv etmirəmsə. Böyük ehtimalla belə olacaq. Amma suyun qaynama temperaturu isə 100 Selsi dərəcədir. Aha, deməli, qarışığı qızdırarkən biz qaynama temperaturu aşağı olan metanol birinci buxarlanır. Çünki daha tez buxarlanır. Soyuducuda isə kondensasiya olunur və ayrılır. Amma çay sodası ilə su qarışığını isə üsul olaraq iki cür edə bilərik. Bir buxarlandırma üsulu ilə, bir də sadə distillə üsulu ilə. Distillə deyil ha, sadə distillə üsulu ilə ayıra bilərik. Deməli, su buxarlanır, digər qaba yığılır. Deməli, bir dəqiqə. Daha doğrusu biz burada çay sodasını, deməli çay sodasını biz bərk maddədir və suda yaxşı həll olur. Əgər biz yalnız suyu geri almaq istəyiriksə, yəni bizə sadəcə su lazımdırsa, baxın buradakı kimi sadəcə su lazımdırsa, biz sadə distillə qurğusundan istifadə edirik. Yox, əgər bizə su da lazımdır, çay sodasını da lazımdırsa, yəni həm çay sodasını əldə edib, həm də biz suyu əldə etmək istəyiriksə, bu zaman buxarlandırma üsulundan istifadə edəcəyik. İndi gəlin keçək ikinci tapşırığın izahına. Deyir ki, sadə distillə qurğusunun fraksiyalı distillə qurğusundan fərqi nədir? Aha, sadə distillə qurğusunun fraksiyalı distillə qurğusundan fərqi budur ki, sadə distillə qurğusu bir-birində həll olan bərk maddə və maye qarışıqları, məsələn, duzlu su və ya və s. və ya qaynama temperaturları bir-birindən kəskin fərqlənər. Yəni hardasa ən azı 40-50 dərəcə bir-biri arasında fərq olan iki mayeni ayırmaq üçün istifadə olunur. Və fraksiyalı distillə üsulu quruluşca daha mürəkkəbdir, amma sadə distillə üsulu isə quruluşca daha sadədir. Amma fraksiyalı distillə üsulunda isə qaynama temperaturları bir-birinə yaxın olan, məsələn, metanol ilə su yaxud neftin fraksiyaları da ola bilər. Bu zaman maye qarışıqlarını tam və təmiz ayırmaq üçün tətbiq edilən üsuldur fraksiyalı distillə üsulu və bu qurğuda sadə distillədən fərqli olaraq buxarların daha dəqiq ayrılmasını təmin edən xüsusi defleqmatordan istifadə olunur. Yəni defleqmator olur. Defleqmator nədir deyə bilərsiniz? Baxın bu cürə yazılır. Bu cürə yazılır. Bu fraksiya sütunu adlanır.
Fraksiya sütunu adlanır. Bəli, əziz şagirdlər, bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, izahımı anlamısınız. Əgər anlamadığınız bir şey olarsa, sualınız olarsa, mütləq şərhlərdə mənə yazıb soruşmağı unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.